Hoş gördük sizi. Kurtuluş TV'nin Urmu Səsi programının bir ayrı verilişiyle evlerinizin qonağıyıq. Bizi hər yerdən izləyirsinizsə, arzu edirik moralınız yerində olsun. Əzizlər, dostlar, bildiyiniz kimi bizim hər həftə çarşamba günü bu saatda programımız olur. Özellikle ayrı bir programlarımız da olur. Kurtuluş TV'nin çeşitli programlar olur. Bu programları izlemeye ve Kurtuluş'un səhifələrine üye olmanızı rica edirik. Dostlar, bildiğiniz kimi dünyada her ləhsə, her an yeni xəbərlər, yeni olaylar baş verir. Güney Azərbaycan da bu olayların içindədir. Yani biz istəyək, istəməyək də biz dünyaya etki buraxmasaq da bizim üstümüzdə bir çox oyunlar gedir dünya səthində. Özellikle müstəmrə olduğumuz İran adlanan yerde 35 milyon Güney Azərbaycan Türkü olarak bizim varlığımızı, kimliğimizi, geçmişimizi, indimizi ve gələcəyimizi təhdid altına alan İran rejimi min türlü oyunlarla 100 ildir ki bizi müstəmrə şəklində saxlayıbdır. Bugünün programında təşkilatlaşmağın önəmlərindən siz əziz izləyicilərlə danışacağıq. Əlbəttə ki, bunu təbii ki, hamınız daha yaxşı bilirsiniz ki, bağımsız olmaq daha nə qədər önəmlidir indiki dünyada. Verilişə başlamadan öncə Hüseyin Nihalatsızın bir qıssa bir şeiri ilə başlamaq istəyirəm. Hüseyin Nihalatsız deyir ki, Kurtuluş türklükdədir. Türk türkləşdikcə güclənir. %100 Türk olduğun gün cahan sənindir. Bu başlıqla programa girmək istəyirik. Bugünün programına bir çox sorular ilə əziz Mehdi bəy Nərimani, jurnalist və aparıcı dostumuzla beraber devam edəcəyik. Mehdi bəy eğer stüdyoda varsalar buyursunlar. Selamlar, her vaxtınız xeyir olsun. Selamlar Kurtuluş TV'nin değerli izleyicilerine ve Kurtuluş TV'nin çalışanlarına. Mehdi bəy, xoş gördük səni. Hər vaxtın xeyirli olsun. Xoş gördük. Dostlar, Mehdi bəy Nərimani araştırmacı və yazar İsviçrədən bizim qonağımızdır. Yani her zamanki kimin şərəf veribdir bu otaqda bizə. Mehdi bəy, bugünün programı verilişi tabii ki önemli verilişlerden biri, söhbətlərimizdən biri olacaqdır. Bugüne göre bir neçə soru hazırlamışam mən. Bunların üstündə danışaq, millətimizi daha da çox bilgiləndirək. Mehdi bəy, təşkilatlaşmağın önəmindən danışacağıq ki, nə üçün Güney Azərbaycan bağımsız olmalıdır. Buna göre bir neçə soru hazırlamışam. Bunları beraber danışacağıq. Bağımsız dövlətlərin nə özəllikləri olur? Güney Azərbaycan neden bağımsız olmalıdır? Müstəmrə millətlərin nə özəllikləri olur? İran tərkibində qalmağın nə zərərləri olur bugünə kimin? Güney Azərbaycan Türk dünyasına nə cür etki buraxa bilər? Əlbəttə bu bir qısa bir sorularla ki, təbii ki bir çox suallar varla bizim insanlarımızın, millətimizin beynində. Bunların bir parçasını çalışacaq bu günləri cavablandıraq. Mehdi bəy, buyurun, sizdən eşidək. Başlanışı siz buyurun. Biz ilk başta tarihe başvuraq. Gedək Məmməd Əmin Rəsulzadən nə cür bir ölkə qurdu. Azərbaycanın təməlini attı.
1918'də Sovyetlər Birliyinin dağılma anları idi. Aynən Cumhuri İslamı şimdiki dönəmi. Bir çox milləti müstəmir edib, əziyyət edib, təhqir edib və bu millətlərin bir çoxu da türkdür. Məmməd Əmin Rəsulzadə bu mövqeyiyyəti anlayıb və təşkilatlanıb. Təşkilatlandıqdan sonra Azərbaycanı nə cür müstəqilliğə apara bilər, bu yolu nə cür düzəldə bilər, onların təməl adımlarını atıb. Təməl adımlarını atdıqdan sonra təşkilatda çox dəqiq anlatıb millətə ki, biz bu işləri görürük, bu işləri görəcəyik, açıq və dəqiq bərnaməsini anlatıb. Ondan sonra 28 may 1918'də Azərbaycan Cumhuriyyətini elan edib. 23 ayın içində Azərbaycanda Milli Məclisi, ordunu, universitəni, qazetəni, ana dilin və dünya ilə irtibatı qurub. Yəni 2 sənədən bilə az. Biz bunu Pişəvəridə də yaşadıq. Bir ilin içində çox hızlı bir şəkildə məmləkət qurmaq sürəcinə girdik. Amma maalesef bazı jeopolitik dəyişikliklər, bazı əvamil bais oldu ki, bu cumhuriyyət yıxılsın. Sağ ol Mehdi bəy. Bu giriş ilə belə bəlli olur ki, bizim öncədən, yəni yaxın bir tarixdə, çox da uzun bir zaman dairi. Doğrudur. Türk indiyə qədər, bu günə qədər dövlətsiz qalmayıbdır. Heç bir Türk yer üzündə. Maalesef indi bugün bizim əgər geçmişə baxarsaq, önümüzdə 2 dənə canlı tarix vardı və bunların da indi hələ Pişəvəri zamanının şahidləri qalırlar indi. Buna dayanaraq biz elə beləsi demirik bir dövlət quraq. Elə beləsi öz başına, yəni tarixi bir geçmişimiz olmadan, dövlətçilik bir təcrübəmiz olmadan elə bu cürəsinə biz dövlət qura bilməyəcəyik. Təbii ki, bizim varımızdır. Əlbəttə indi bir çoxları deyə bilərlər ki, o çoxdanın zamanıdır. O zamanlar geçdi. İndi sınırlar götürülənibdir. Dehkədə cahanı, bala bir kək kimi dünya bərabər hamı bir yerdə yaşayır. Amma buna diqqət eləyək ki, Güney Azərbaycan türkləri bəlkə də Uyğur türklərindən bərabər dünyada ən böyük millətlərdən birisidirlər ki, dövlətləri yoxdur. Müstəmiri altında yaşayırlar. Uyğurlar yanılmasam 70-80 milyondurlar. Çində yaşayırlar və 35 milyon, 40 milyona yaxın İran adlanan yerdə bizim Güney Azərbaycan türkümüz vardır ki, və bu da bir gözəl bir önəridir ki, indi da geçmiş dairə. Nədən geçmiş dairə indi? Yəni bizim Türk olduğumuzu dünya daha çox mənimsəyir. Özəlliklə bu təzə ilin içinə girdiyimizdə, şəmsi ilinə girdiyimizdə 2 dənə böyük bir olay oldu Mehdi bəy. Bu 2 olay bizə təşkilatlaşmağın və bağımsız olmağın daha da önəmlərini bizə anlattı. Yəni bu millətimizin istəyidir. Nəinki sadəcə eşitdəki bu təşkilatlar, ya içəridəki milliyyətçilər, milli fəallar. Mehdi bəy, bu 2 İsfəndin olayları, etkiləri daha çox dünyaya yansıyıbdır. Sizin də xəbəri sitələrinizdə bunların hamısının xəbəri gedibdir və canlı şahidləriyik bunu. Və son olayda traktor oyununun olayları idi ki, tam bir fərqli bir veriliş ortaya qoydu bizim millətimiz. Tam fərqli bir veriliş, yəni rəsmən istəyir ki,
özünə müstəqil ola. Mehdi bəy, bu iki İsfəndin və traktor olaylarının Mehdi bəy olaylarından biraz bizə buyurun, eşidək sizdən. Nə anlatmaq istərdi bizə? Millətimiz nə mesaj verir bizə? Bazı dəyişikliklər deyim. Böyük ehtimal yanlış anlamılmasın. 2 Fərvərdin macərası idi. 2 Fərvərdin, bəli, 2 Fərvərdin. Mən yanlış dedim elə bir. Çox üzüllü sayın. 28 İsfəndidə ki, Cümhuri İslamı Türklərin məzhəb ayrılıqlığına dəvət elədi orada və kütləri gətirdi. Orada bir oyun yüksəldi. Sonra 2 Fərvərdində bizim bu Azərbaycan millətini orada toplamaq üçün Ələvi adı verdi. Çünki Türkiyədə bəzi məzhəbi sorunlar var. Onu istədi Güney Azərbaycana daşısın. Amma xoşbinanə halətdə aktivistlərimiz, milli fəallarımız bunu çox cəlb və çox gözəl kontrol eləyib, milli şüarlar səsləndirib və işğala yox dedilər. Bu bərnamədə hətta sizinlə danışdıq. Dedik ki, Təbrizdən buna cavab gəlməsi lazım. Bəli. Təbriz Urumiyyə dayaq durması lazım. Çox söylərdim ki, xiyabanda olsun bu iş. Millət aktiv olsun xiyabanda. Amma olsun. Yine bu da fürsət idi. Əldən vermədi millət. Və Təbriz Urumiyyə arxa durdu. Arxa durdu, bəli. Bu arxa durmaq sözdə olmur. Sabah savaş olduğu zaman da bu işi görəcəyik biz. Biz heç vaxt dalı oturmuruq. Hər şəhərimizdən o bir şəhərimizə yardım eləyəcək. Hər konuda. Mehdi bəy, sözü kəsirəm. Sizin bir dənə bir qısa bir sözünüz vardır. Əgər İran dağılırsa nə olacaq bizimki? Bu şeyə mən baxırdım. Bunu öz dilinizdən eşitmək istəyirəm. Çox ilginc gəldi mənə. Bu son sizin bir qısa bir videonuz var idi. Onu buyurun lütfen. Baxın, İran Sovyetlər Birliyinə bənzəyir. Nədən? İran dağıldığı zaman baxın, müstəmrə millətlər var ortada. Ərəblər silahlı. Çünki silahlı savaşıblar. Kürdlər silahlıdır. Suriye'den 100 bin nəfərlik bir ordu və bunun 15 bin nəfəri militar olmuş, NATO'nun müstəqil eğitimini almış. Yəni 15 bin çox güclü bir səviyyədə əskəri var. İndi gəliblər Ərəqda İranın vəziyyətini gözləyirlər ki, içəriyə girilər. Bəluçistanda savaş gedir. Baxın, dayanmayıb Bəluçistanda. Hər bir arada bir iki gündən bir sərhəncidən, ittilaat məmurundan biri həsr olur orada. Yəni çox güclü savaş gedir. Arada bir tək Türk milləti qalır. Biz nə etməliyik? Nədən bu qədər dalıya qalmışıq? Biz niyə təmrin eləmirik? Yarın qapımızda savaş dayandığında əlimiz qalmasın başımızda ki, vay nədən biz hazır olmadıq? Bunun ilk adımı sizin dediyiniz kimi təşkilatlanmaqdan gəlir. 5 nəfər, 3 nəfər təşkilatlanıb yavaş-yavaş öz çevrəmizi oyandırıb və hazır olmalıyıq. Geçən seridə söylədik. Kürdlər Təbrizdə silah gizlədib və tapılıb bu. Baxın, Urumiyyə demirəm. Urumiyədə maalesef bəzi məhəllələrdə örgütləniblər. O qədər gücləniblər. Amma Təbrizdə Azərbaycanın baş kəndində belə hazırdılar savaşa. Biz nə etməliyik? Yəni sabah, keçən seridəydik. Sabahla amma biz başlasaq ki, nə bir vaxt?
biz bu gün hazır olmalıyıq. Sağ ol Mehdi bəy. Çox gözəl, dərin anlattınız. Bu arada bunu artırım. Bizim Kuzey Azərbaycandan Dilbər xanım Həsənbəli də bizə qərar edib qatılırlar. Əgər studiyada varsalar, onu da lütfən qatın, bərabər bu konu ilə canlı olaraq, yəni müstəqil bir vətəndaş olaraq onu da sözlərini eşitmək istəyirik, əgər varsalar. Mehdi bəy, davam edək biz danışığımıza. Sizin buyurduqlarınızın ardıca mən deyim bunu. Nədən biz indi burada bağımsız olmalıyıq? Nə önəmi var bağımsız olmağın və nədən təşkilat bu işi qabağa aparmalıdır? Təşkilat nə edə bilər? İran dağılmadan öncə təşkilatlar nə edə bilərlər Azərbaycana? Əcəba biz deyirik tamam təşkilatlaşdıq, amma tutalım indi bir təşkilat var, hazırdır da. Nə edə biləcək bu indi bu durumda Güneyin millətinə nə edə bilər Mehdi bəy? Yine kısa bir geri dönək bu məsələyə. Məhəmməd Əmin Rəsulzadənin ilk işi Azərbaycanı dünyaya tanıtmaq üçün təşkilatı qurub, Musavat təşkilatını qurub, sonra o yoluna gəlib başda Cumhuriyyəti elan edib. Yəni bir dövlətlə və ya uluslararası güclərlə oturup danışmaq üçün bir nəfəri hesaba qoymazlar. Gərək təşkilatın olun, sazmanın olun. Yəni rəsmiyyətə tanıyırlar. Sənin arxandan milli gücün olun. Sən dediyində bəzi şeylər yürüyə qabağa. Təşkilatsız bu iş olmaz. Çünki sənə gərək bir sazman rəsmiyyətə tanıyıb oturup söhbət eləyirlər. Millətin nümayəndəsi olaraq. İndi məsələn bir dənə ölkənin olması nə fayda sağlayır? Bizim istiqlalımızın olması nə fərq edir? İndiki durumuna və ya federal durumuna. Baxın, əvvəldə bir siyasi iradəmiz olur. Yəni eləyə bilirik biz özümüzə, millətimizə, ölkəmizə təsmin tutaq. Uluslararası ölkələrin oturaq söhbət eləyək, anlaşaq. Eləyə bilirik qaynaqlarımıza, ekonomimizə sahib çıxaq və onu kontrol eləyək. Millətimizi zənginləşdirək. Hüviyyətimizin 100 ildir bizi darmadağın eləyiblər. Asimilə olub çoxlu millətimiz. Tehranın bir çoxu türkdür, amma farsça danışır. Məsələnin bir tərəfi də budur. Dövlət olduğumuzda vaxtı heç eğitim, kültür devlətin əlindədir. Quzeyə baxaq, Türkiyəyə baxaq. Onu diri saxlamaq lazımdır. Bu da fəqət istiqlalla olur, ölkəni qurmaqla olur. Biz eləyə bilirik, uluslararası camiada nümayəndəmiz olsun, söz deyə bilək. Anlaşaq, anlaşamayaq, qərardatlara girək. Millətimizin mənafeyi üçün istiqlalımızın olması lazım ki, bəzi hər konuda siyasi olsun, ekonomi olsun, ordu məsələsi olsun, iştiraki işlər olsun, bunların hamısına istiqlaliyyət lazımdır. Tam o cürdür Mehdi bəy. Birinci sualıma siz elə cavab verdiniz. Bunu mən artırım Mehdi bəy. Bu təşkilatın olmasının bir ayrı bir önəmi də ki vardı, budur. Tabii indiyə qədər eşit olan bu təşkilatlar ya bizim içəridəki bu milli fəallarımız millətimizin nə cür bir əzab çəkdiyini, dərdini, indi İran içində qalmanın nə cür bir çətin şəraitdə olduğunu dünyaya anladıblar. Amma biz də bilirik, indi media dünyasıdır. İndi sən düyməni bir dənə əlif vuranda saysızca xəbər gəlirsən qabağa. Buna görə bizim təşkilatlar
Elə bilərlər bizim indiyə qədər dediyimiz sözlərin hamısını əmələ keçirib və İran dağılmadan öncə dağılmağa sarı gedir. Yəni tas onu göstərir. Sazman-ı Milal ilə, güclü dövlətlər ilə, o dövlətlər ki, gerçəkdən dünyada söz sahibidirlər. Hər kim olur olsun, heç önəmli deyil. Dinindən və rəngindən və ırkından asılı olmayaraq bizim mənfəətimiz hansı dövlətdə tərif olunursa, biz o dövlətə sarı getməliyik. Biz doğmudan çıxmalıyıq eşiyə. Biz işimiz yoxdur. İndi İran adlanan yerdə nə cür bizim beynimizə bəzi xurafatı yalanlar soxublar. Bunlarla bizim işimiz yoxdur. Sizin dediyiniz kimi gözümüzün qabağında indi canlı olaraq Türkiyə vardır. Baxın, 10 il qabağla indinin Türkiyəsində əslən dünya Türkiyəni bir zaman hesaba gətirmirdi. Türkiyənin əslən sözünü eşitmirdi. İndi amma Türkiyə gerçəkdən özünə Orta Doğuda bir güclü ki heç, Orta Doğunun ən güclülərindəndir. İran bir beləni özünü yırta Türkiyənin də dırnağı da ola bilmir. Tabii yer qaynaqlarına baxırsaq, İran deyilən bir yerin çox qaynaqları Ərəblər bölgəsində və bizim bölgəmizdədir. Farsların yaşadığı bir yerdə bir şey yoxdur, heç bir şey yoxdur. Bir zaman məndən soruşardılar dostlarla danışanda, bunu deyərdilər ki, Güney Azərbaycan müstəqil oldu, nə cür özünü saxlayacaq, nə cür öz başını saxlayacaqdır. Buna görə gözəl məqalələr var idi, gözəl yazılar var idi ki, hər şəhrin özünə görə bir özəllikləri vardı ki, nə var hər şəhərdə. Bunlar indikinə də vardılar və təbii ki, gələcək proqramların hamısında bir bunları anlatacaq ki, müstəqil olduğumuz zaman ondan qabaq və olduğumuzdan sonra nələr bizi gözləyir. Biz nə edəcəyik öz millətimizə? Bir dənə qısa bir videomuz vardı. Əgər video hazır olursa, Pişəvəri dönəminin zatını siz anlattınız, bu bir dövrəsini. Bir ilin içində nələr olmuşdur? Bu bir ilin içində yəni inanılmaz bir işlər gördü Pişəvəri və bunun yanındakı dostları. Qısa bir videomuz vardır. Bunu eşidək. Səs yoxdur sanırım. Aziz kardeşler, firqemizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisizdir. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəcilər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyir. İranda böyük mübarizə başlamışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaq. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizə. Mehdi bəy, diqqət eləsəz, Pişəvəri burada bir gözəl bir sözə işarələdi. Dedi ki, İran gəncləri Azərbaycan gəncindən ilham alaraq. Təbii ki, bu indiki bizim bu zamanımızda indi istəsək bunu biz açıqlayaq. Bizim bu milli hərəkətimiz, Güney Azərbaycandakı milli hərəkət, təbii ki, öz mənasında hələ qabağa gedənməyibdir. O cür ki, istəyirik, biz qabağa gedənməyibdir. Yəni, biz hələ bir iş görə bilməmişik maalesef. Bu da bizim zəifimizi yetirir. O birisi millətlər bizdən ilham alaraq gerçəkdən ərəblər, bəluçlar və kürdlərin özləri. Kürdə o cəsarəti verən Kürdün özü deyil. Kürd bizdən o cəsarəti alıbdır ki, gəlibdir. Bizim torpağımızda iddiayı bizim torpağımızın vətən olduğunu eləyir. Bir qısa bir videoya baxırdım Mehdi bəy, Qobustan kətibələrinin bu
bir dənə qısa videosuna baxırdım. Bu Qobustan kətibələri 7000 il öncənkidir. Burada yallı getməyi daşların üstündə çəkiblər Azərbaycanda. Kürd indi gəlib bizim torpaqda yallı gedir. Təbii ki, bunu məndən alıbdır. O paltar ki giyibdi Kürd, öz paltarı dəri, öz mədəniyyəti dəri. Amma buna baxmayaraq elə gəlib bunları öyrədiblər ki, gəlib bizim torpağımızda iddiayı bağımsızlıq eləyirlər. Təbii əcəba biz 35 milyon olaraq nədən İran altında qalmışıq biz? İndi bu sualımıza gələk Mehdi bəy. İran tərkibində qalmağın nə zərərləri olub bizə? Üzürlü sağım, mən Dilbər xanımı bir də çağırım. Əgər istudiyada varsalar, bizə lütfən qatılsınlar. Sanki internet problemləri vardır. Hə Mehdi bəy, İran tərkibində qalmağın əcəba nə zərərləri olub bu günə kimin? Biz nələr əldən vermişik? Müstəmrə millətlərin əcəba nə özəllikləri vardır ki, bağımsız dövlətlərin özəlliklərindən daha çox uzaqdır. Buyurun Mehdi bəy, sizdən eşidək. Bu konu dərin bir konudur. Bunun bir qıssasını anladaq. Pişəvərinin filmi çox qıssadır. Bir dəqiqədən az olar. Bəli. Bir dünya söz söyləyir bizə. İlk başta firqəni anlattığı üçün ilk başta təşkilatı deyir. Firqəmizin başlığı altında demokrat bir hükümet kururuq. Baxın, yenə təşkilata başvurur. İkincisi, milləti silahlanmağa dəvət edir. Çox önəmlidir. Baxın, bizim bəzi aktivistlərimiz var. Millətin silahlanmasının təhlükəli olduğunu söyləyir və önləyir. Çox təhlükəli bir sözdür. Dünyanın ən gəlişmiş ölkələrinə baxsaq belə, milləti silahlıdır. Özünü qorumaqdan ötür və acil durumda məmləkətini qorumaqdan ötür. Pişəvər onu işarə edir. Deyir, silahınız yanınızda olsun, topraklar ki alıbsız onları qoruyun. Onları qoruyun, bəli. Çox önəmli bir sözdür. İndi gələk istiqdalı olan və bizim kimi müstəmirə millətlərin arasında fərqləri. Baxın, ilk başta hakimiyyətimiz yoxdur. Tehrandan biri təsdiq tutur. Təbrizdə icra olunur. Tehrandan dəstur tutdular. 28 İsfəndədə Kürdlər gəldi Urumiyədə cəşn tutdu. Otobusla getdilər. Qardilice, Yeganlice getdi onları. Orada əmniyyətlərini sağladı. Orada cəşnlərini tutdular. Şuarlarını verdilər. Qeytədlər apardılar. Birinci meşgulümüz buradadır. Dilimiz, kültürümüzü yaşayamırıq. Bana eğitimimiz yasaqdır. Yani bir insanın ilk hakkı yasaqdır bizim. Ana dilimiz yasaqdır. Gəlirik mədənlərimizə. İndi daha biz mədənlərimizdə belə Azərbaycanı işlətmirlər. Baxın, ya Çindən, ya Rusiyadan, ya Fars məntəqələrindən gətirib mədənlərimizi soyub aparırlar Kirmanda, işləndirirlər və orada millətə iş yaradırlar. Yəni mədəndə işləyən Azərbaycan türkü daha işləyəmir. Bir ayrı bir nümunə. Təbrizin Motojen fabrikasını bilmirəm tanıyırsınız ya yox. Çox böyük bir fabrikadır. Bəli. Geçenlerde hətta bunun istihdam formu yayınlandı. İstihdam formunda bir dənə mətni var idi, maddə. Oğlaviyyət Mahabatdan gələnlərədir. Bir çox xəbərgüzarı yaydı bunu. Yəni Təbrizdə kütləşdirmə senaryosu başlayıb. Biz oturmuşuq hələ bəzi inhirafı işlərlə məşğuluq. Təbrizin içinə yeriyiblər. Hər gün sistematik təhqirlərə məruz qalırıq. Daha bu aşkar bir şeydir.
74'te Tehran danışgahında yayılan formudan başladı bu. Aya sen be unvanı bir İranlı, bir Türk'le hemsaya olmak istersen ya yok. Bəli, Laricanı zamanı yayıldı, yadıma gəlir. Geldi 1385'te bizi hamam böceğine benzettirir. Geldi 1394'te Türk uşağının yani o kadar besavat, o kadar kültürsüz anlattı ki tuvalet fırçasıyla dişlerini fırçalama görsətti. Yani bir milletin istiqlalı olmadığında özünün olmaması ondan daha yaxşıdır ki təhqir olmaz, naümid olmaz. Yani biz yok olmaya mecburuz. Ölkəmiz olmadığında yok olacaq. Baxın İrəvandakı türklərə Sovyetlər Birliyi tüm istiqlalı yox idi. Bir dənə məmləkətin müstəmirəsində idi. Köçdürdü ayrı yerlərə, erməniləri yerləşdirdi. İndi Ermənistan Zəngəzur, adlanır. tabii. Zəngəzur bölgəsi aynı. Baxın biz onu Kərkükdə yaşadıq. Biz onu Türkmendağında yaşayırıq. İndi yaşayırıq. İndi onu yaşayırıq. Biz Urumiyədə indi əlan onu yaşayırıq. Yəni ödün almırıq. Baxın inhirafı işçi dediğimiz bu. Biz bunun önün almalıyıq. Pişəvəriyin sözünə burada adam dönmüş. Deyir toprağı qorumaqdan ötür sən silahlanmalısan. Çünki sənin canın, kültürün, hoviyyətin təhlükəyə girir. Çox önemli bir söz deyir aslında. Deyir yani özünə ölkə qurmaq istərsən, özünə sahib çıxmaq istərsən, özün özünə hökumət eləmək istərsən, ilk başta ordun olması lazım. Ordun olmadığı zaman hər gün səni yıxa bilərlər. Federal da ot. Federalda sənin ordun olmur. Yani mərkəzi hakimiyyət istədiyi zaman o güclər ki, iyalətlərə verir, ala bilər. Mehdi bəy, bir qıssa bizə də anlatın mən sizin bu dediklərinizi. Federal dediniz burada. Federalın istiqlalın fərqi buradadır ki, federalı verirlər sənə, amma sən istiqlalı, bağımsızlığı özün alırsan. Tabii özün alan, özün qazanan bir zadı kimsə sənin əlindən ala bilməz. Amma federal ya borcudur ki, sənə borc verir. İstədiyi zaman gəlib səndən alıb səni daha çox ayaqlaya bilər. Bizim millətin bəzi bu məsələn adları milli faal qoyublar özlərinə. Gəllə deyirlər biz millətin öncülləriyik. Tabii bunlar indi dünyada daha çox sevilirlər. Çünki niyə? İngilis kimin və Fransa kimin hələ də yer üzündə müstəmirələr olan bir dövlətlər vardılar ki, bunlar gəlib təbii ki Kürddən, Ermənidən və bizim beyinsiz o milli faal adı qoyulan insanlarımızdan gələcəklər, difa eləyəcəklər. Tabii bunlar istəmirlər. Güney Azərbaycan, İran adlanan yerin neredeyse indi bir 60-70 dərsədi vardı. Bu yüzden biz ayrılacağıq. O tərəfdən ərəblər, bu yüzden Kürdlər, Lorlar, Bəluçlar. İran dediğin yerde Təbrizin 1/4 bir yer qalmayacaqdı. Şayət də Təbrizdən kiçik bir yer qala bunlara. Tabii bu cür bir yeri ne Çin istəyər, ne Rusiya istəyər, ne İngiliz istəyər. Bunlar böyük bir yer istəyirlər ki, gəlib buranı daha çox sömürsünlər. Tabii bizim millətimizin səsi çıxmayıb indiyə qədər. Şah dönəmi hələ tamam. Onu deyək hələ biz yadımıza gəlmir, amma oxumuşuq. Amma bu dönəmin insanı daha bu yanlışı yaşamayacaqdır. Sizin saydığınız bu İran tərkibində qalmağın zərərləri nədir və nələr bizim başımıza gəlibdir? Mehdi bəy, bunların hamısına dayanaraq sadəcə biz təhqir oluruq deyə bağımsızlıq və müstəqillik istəmirik. Tamam, gəlib mənə deyibdir, tuvalet fırçası ilə sən dişini yu. Deyər, mən çox üzr istəmişəm, anlamamışam. Gələr bir məktubla bunu silər də aparar. Amma təkcə onda deyil. Söhbət
nərdədir? İndi nə üçün biz müstəqil olmalıyıq? İndi İranla Azərbaycanın, Güney Azərbaycanın jeopolitik bir müşkülü vardır. Yəni mənim torpağım İranın işğalındadır, müstəmləkəsindədir. İndi gəlib nə mənə versə burada, mənim özümdən alıb özümə verir. Təbii mənim onunla bir şey yoxdur ki, mənə verə. Bütün hərzat mənim özümdədir. Mədən, qızıl mədəni məndədir, mis mədəni məndədir, neft məndədir, ərəbdədir. Ondan sonra işləyən adam məndədir. Bunların hamısını yığıb bir dənə İran düzəldibdir və sömürür burada. Təbii ki, bunlar bizi sömürürlər. Dünyada bu mallar rejimi ki başında olan diktator Xamenei oturub onu sömürür. Onun bir zərərin olsa, on bizim zərərimizədir. Məndən biri soruşdu ki, bir dənə fars məndən soruşdu ki, bildi ki, mən istiqlalçıyam. Dedi, bizə də zülm olur, sizə də zülm olur da, nə fərq eləyir bə? Elə biz ikimiz də aynıyıq. Dedim, yox, o cür deyil. Dedi, niyə o cür deyil? Nə fərq eləyir sizlə bizim zülmümüz? Dedim, sənin başında oturan, bu cür misal vurdum. Dedim, sənin atan sənə bir sillə vurursa, həman sillənin də tayın qonşunun oğluna vurursa, nə fərqi vardır? Xoş, mənim öz dədəmdir, mənə vurur. Qonşunun oğluna vura bilməz. Dedim, aynən burada söhbət buradadır. Sənin başında oturan indi fastır. Kullən vəzirdən tutdu, filandan tutdu, behmandan tutdu. İndi pezeşkiyan var. Pezeşkiyan bir dənə fasdan daha çox zəhərli, xətərlidir bizim özümüzə. Buna görə sənin başında oturan sənə zülm eləyirsə, gəh mənə də zülm eləyə, yox, mənə rəbti yoxdur onun. O zülmü mənə gətirib eləyə bilməz. Mən bunu eləyə istəmirəm. Açıq, aşkar, mən rəsmən İranlı olmaq istəmirəm. Mən İranın tərkibində qalmaq istəmirəm. Mən kimliyimdən İranı silmişəm. Təbii bizim millətimiz də son olaylarda bizə bu mesajı verir Mehdi bəy. Bozqurdu niyə tutur? Niyə bir dənə Fars bozqurd tutmur? Niyə bir ərəb bozqurd tutmur? Niyə Kürd bozqurd tutmur? Təbii ki, mənim fərqim vardır o ikisinin. Mən deyərkən, yəni Güney Azərbaycan türkünün İranlı ilə fərqi vardır. Kültürün fərqi vardır, dilimin fərqi vardır. Əslən, yerdən göy hər zadımın fərqi vardır. Bu fərqi ortaya qoyaraq mən özümə daha bir ayrı bir millət olmalıyam. Və bunları, danışdıqlarımızı indi kim yer belə eləyə bilər, kim yerinə yetirə bilər? Təşkilat. Və bu təşkilatların da eşikdən indiki təşkilatları vardılar. Qurtuluş olaraq bir dənə biz çağrı verdik. Yəqin keçən səydə bundan danışdıq və Sayın Eldar bəy də bu anlattılar, səsli olaraq oxudular bunu. Maalesef mən yanımda deyil, indi bilgisayardadır. İndi oxuyacağım. Gələn sərəmə həttən oxuyacağım bunu. Burada biz bir çağrı vermişik. Biz də deyərkən, yəni bizim özümüzün nəri bu? Millətin sözünü biz təşkilatlara demişik. Nə qurtuluşun sözünü? Qurtuluşun təhcə sözü deyil. Bizim danışdığımız indi sözlər, təbii qurtuluşun sözü deyil. Millətimizin sözüdür, biz millətimizə qaytarırıq. Təşkilatlara biz çağırış vermişik ki, gəlin, bərabər bir yerdə olaq. Amma kimlə biz birləşəcəyik, Mehdi bəy? Kimlə? Keçən bir milli fəalımız deyildi, kimlə siz birləşəsiniz? Təbii, burada biz o təşkilatla birləşməliyik ki, Azərbaycanın türklüyünü qəbul edəcəkdir. Özünə görə bir başqa bir millət olduğunu qəbul edəcəkdir Azərbaycan türkünün və Azərbaycan türkünün milli mənafeyini milli kimin düşünəcəkdir. Zərərini zərər, xeyrini xeyir. İndi amma maalesef bəzi təşkilatlar vardılar. Bizim Güney Azərbaycanlının xeyrini zərər görsədir, zərərini xeyir görsədir. Bundan təbii ki, bundan heç kim bir yerdə oturmaz. Təbii ki, bunu heç dünya da rəsmiyyətə tanır əlbəttə. Dünya tanıyır, amma biz tanımayacaq bunu. Mehdi bəy, konu çoxdur. Yəni, danışığı ilə bitmir gerçəkdən. Danışığı ilə bitmir. Bu təşkilatlar indi birləşsələr, birinci addım, yəni birinci addımda deməyək, yəni haradan başlayacağıq?
tutalım ki, indi milli mənafeyi tam dediyimiz bu əsaslarda, millətimizin istədiyi əsaslarda yığışdırırlar bir yerə bu təşkilatlar. Birinci hardan başlayacağıq? Nə edəcəyik? Birinci addımlarımızdan nə olacaqdır? Mən açıqcası öz fikrimdir. Federal düşünən aktivistlərimizi və ya təşkilatlarımıza onları da vurmaram kənara. Çünki hər an geopolitik dəyişikliklər olur. Bəzi zamanlar olur, izin vermirlər. Dünya izin vermir. Yəni bir sürəcə girirsən ki, Nə cür məcbur? Bunu bir açıqla lütfən. Açıqla bunu. Dünya izin vermir, nə cür yəni? Baxın, məsələn, bunu biz Barselonada yaşadıq. İspaniyada Katalanlar istiqlal istəyirdi. Və hətta sandıqları vurdular, bunlar rəy də verdilər. Amma həddini hesaba yetirmədi maalesef. Yox, həddini hesabı aldılar. Bunlar həddini hesabı Katalanlar aldılar. İrləndilər mütəfavit idi. Bunlar həddini hesabı aldılar. Amma dünya qəbul eləmədiyi üçün bunların başçısı qaçdı. Amma o qədər təşkilat, siyasi güclər o qədər güclüdür ki, Barselonada. Məcbur oldular bunu tutuqlayırlar, gətirərlər ölkəsinə. Ta uzağa kontrol edə bilərlər. Federal bəzi zamanlar bir pillə olur. Amma hədəf bəlli olmaq lazımdır. Məsələn deyirəm, 2 dənə təşkilat oturur danışır. Biri federaldır, biri istiqlalçı. Aslında bunun təməlini gedib baxdığında ikisinin də yolu istiqlala gedir çatır. Çünki adım atır. Kimliğini ayırır. Sınırlarını ayırır. Kültürünü ayırır. Bir çox məsələ burada aydınlatır. Fəqət bir dənə zəif məsələmiz ki, federalda burada ortaya çıxır. Ordu. Pişəvərliyin zamanında ordumuz olduğu halde amaçı Tehran bizim federalımızı qəbul eləmişdir. Və biz ondan anlaşmaya çatırdıq. Gəldilər, bastılar, ölkəni aldılar. 25 min nəfər qətlam elədik. Nə qədər düşünür varsa qətlam elədik. Amma İrlandidə də, daha İrlanddə istiqlalı rəyə verdilər. Rəy gətirmədi. %49 cəhətdə, %51 yox cəhət. Federal halətdə dayandılar. Təşkilatların ilk, yəni təşkilatlar toplanır. Tutalım ki, təşkilatlar sabahlarına toplanır. İlk hədəflər nə olacaq? Nə üçün anlaşırlar, bir yerdə oturarlar? Hədəf nə mənədir? Bunun üstündə danışarlar. Ən ilk başdakı hədəf Milli Məclisdir. Baxın, federalda da bu Milli Məclis olacaq. İstiqlalda olacaq. Milli Məclisi qurub, orada nümayəndələr bəlli olmalıdır. Rəhbər bəlli olmalıdır. Rəhbər dediyimiz rəis cümhur. Yəni başçı ki, yürütə. Ta rəisçilik ola kim seçiləcək, bu işi yürütə qabaq. Bəlkə də şurayı, əlbəttə, fərq eləmir. Tabii şurayı da olar, amma bir nəfər başçı olacaq ki, bunu dünyada təmsil edir. Bəli, Yəni bu İsviçrədə belə hər il dəyişir. Amma başçı vardır. Hər il bir başçı olur. Nə dersəm təsvirimiz çıxdı. İndi o başçı niyə önəmlidir bizə? Uluslararası təmsilci olur. Məsələn deyirəm, Suriyədə Əhməd-ül-Şər ki deyirdik, Əhməd-ül-Şər ünvanı nümayəndə otda Avropanla danışdı. Uluslararası başçılarla otda danışdı və anlaşdı. Və işin yürütdü qabağa və Suriyədə bir devlət qurdu. Onun üçün mühümdür.
Amma bizim ilk adımımız Milli Məclisi qurmamız lazımdır. Millət bizə güvənməsi lazımdır. Ki bir işlər görünür, bizim nümayəndəmiz vardır. Sabahlarıma İranda bir qudrət boşluğu olduğu zaman məclis bizi nədir idarə edəcək? Çox önəmlidir. Bizim təmsilcimiz kimdir? Sabah İranda rejim yıxıldı. Bu ölkəni kim idarə edəcək? Necə idarə olunacaq? Bizim yeyib içmə məsələmiz var. Bizim sınırları qoruma məsələmiz var. Tüm tarixi bir məsələmiz var. Savaşımız olacaq. İstiqlalı gül verərək verməzlər. Savaşıb alarsan. Yəni sən Tehranla savaşacaqsan. Tehran dediğimiz şəhəri demirik. Tehrandakı fikri deyirik. Hakimiyyəti deyirik, bəli. Onun için Milli Məclis ən başda önəmi ən birinci sırada gedir. Milli Məclisdə çox önəmlidir. Ordunun olması çox önəmlidir. Hətta bir an gördük ki, tüm bu təcrübələr yaşanır. Bir an gördük ki, dünya istiqlaliyyət verməyə hazır deyil. Ordusu olan bir federal ölkəyi yaratmalıyıq. Ki yarın istiqlala geçişimiz qansız olsun. Yəni rəsmiyyətə tanınmır, amma sənin istiqlalın var. Ordun olduğu zaman sənin istiqlalın var. Mehdi bəy, sənin buyurduğun konfederal şəkildir. Yəni istiqlaldan bir tık, bir pillə aşağı olur. Amma burada bir dənə də konu vardır. Tabii bu sizin şəxsi düşüncənizdir. Tabii ki bu TV'nin tam düşüncəsi olmaya da bilər. Yəni burada deyilən fikirlər tam Qurtuluş Təşkilatının sözü deyirlər. İndi sizin şəxsi bu düşüncənizdir ki, çoxlu qəbul edir, çox adam da qəbul eləməyə bilər. Tabii insan namımız azaddır. Amma burada federalın bir dənə mən bir önəmli nöqtəsi vardır burada anlatım. Baxın biz deyirik ki, bir istiqlal alacağıq. Bir də deyirik ki, federal verəcəklər. Tamam, istiqlal indi olmayacaq, federal indi də olmayacaqdır. İndiki Cumhur İslamı vardır, rejim var, indi heç biri olmaz. İki məsələ vardır burada. Rejim dağılıbdır indi. Heç zat yoxdur indi. Cumhur İslamı diye bir şey yoktur. Hamısı qaçıb, qalanlarını da tutub, millət insanların əlində öldürüblər. Yəni heç şey salim qurtulmayacaqdır. Bunlar ki millətə zülm eləyiblər. Biri salim qurtulmayacaqdır. Elə millətin əlində bunlar. Ayaq altında öləcəklər hamısı. İndi rejim yoxdur, sistem yoxdur, dövlət yoxdur. Sən kimdən, məzurum siz dəsiniz ha, yəni federalçını deyirəm. Kimdən sən istəyirsən federal alasan? Başda bir nəfər yoxdur, bir sistem yoxdur, sən ondan federal alasan. İndi başda bizzət yoxdur. Sən burada tabii eləyə bilərsən rahat dəsi, rahat deyil əlbəttə, sözdə rahat olur. Sən istiqlalı eyləm eləyəcəksən, mərzəvi çəkəcəksən. Təbii ki, içəridə olan ordu ki vardı indi, içəridəki ordu. Bir bələn ordu var indi, Güney Azərbaycanda indi. Ərteş vardır, Sipah var, Nirüncamı vardır və Bəsiz vardır. Bunları və bizim millətimizlər indi. Biləxərə işi yoxdur, adamın gedib giribdi Sipaha. Onu biz gəlib öldürməyəcək, çünki millətə zülm eləməyib. Həman adamın dərəcəsini götürüb, armını götürüb, Güney Azərbaycanın müstəqil dövlətinin sən markını vuracaqsan üstünə, sənin adamın olacaq. Yəni Güney Azərbaycanın əsgəri olacaqdır. Söhbət burada. Baxın, çox doğru sözdür, amma Milli Məclisin söhbəti olduğunda önəm burada taşır. Sənin Milli Məclisin olmadığında sən eləyə bilməsən. Baxın, mən arxamda 4 dana fotoğraf vurmuşam. Azərbaycanın tarixi, baxın, rəhbərdirlər, amma düşünürdülər. Zamanlarına görə çox iləri düşünüblər. Zamanında nə cür
məclisi qurub, nə cür yürüdüblər, nələr danışıblar, az öncə qulaq asdıq. İndiki məsələmizi belə bizə deyir. 100 il öncə yaşanıb, amma indiki məsələmizi bizə deyir. Bəli. Onun üçün deyəm, Milli Məclis burada önəm daşıyır. Vaxtı sənin təmsilcin yoxdur, dünya səni ciddiyə alıb, sənə heç haqq verməz. Sənin Milli Məclisin olursan, sənin arxanda millətin olursan, Milli Məclisdə qərar çıxıb, millətə, ünvanı misal deyirəm, millətə səsləndi ki, məclis, çıxın, sınırları qoruyun, bitdi söz burada. Səni devlətlər ciddiyə alır, oturarlar, söhbət edərlər. Sənin gücünə baxıb, sənə haqq vermələri lazım. Sənin nə qədər güclü olduğuna görə haqq verəcəklər. Onun üçün məclisin önəmi burada gəldi var. Sən eləyə bilirsən, lobigər eləyəsən. Sən dünyaya deyirsən ki, mənim qanunlarım budur. İnsan haqları üzərində qururam. Çox önəmli bir məsələdir insan haqları. Dünya səni rəsmiyyətə tanıya bilər. Deyər ki, bir dənə ölkə qururlar ki, insan haqlarına önəm verir. Bir dənə şəriət devləti qurmur. Diktator devləti qurmur. Milli Məclis çox önəmlidir burada. Tam o cürdür, doğru deyirsiniz Mehdi bəy. Mənim dediyim yanlış anlaşılmasın. Bu işlər ki deyirik görüləcəkdir. Yəni tabii Milli Məclis yarandıqdan sonra indi bu zamanda Milli Məclis lazımdır ki, təbitdə yaranacaqdır, eşitdə yaranacaqdır, içəridə yarana bilməz. Tabii içəridə bir dənəsi yarandı ki, indi hələ-hələdir. Onun dərsəni içəridə çəkirlər. Deyirlər ki, biz bir dənə bir təşkilat kimi bir quracağıq. İşim yox, onun bəhsi deyil indi. Doğru deyirsiniz. Bu Milli Məclisin gerçəkdən indi, yəni bu zamanda yaranması lazım idi. Yəni çoxdan indi bizim Milli Məclisimiz olmalıydı. İndi ki lap həssas durumdadır. Yəni indi 1 il, 2 il bəllidən nə zaman bu rejim dağılar. Yəni bunlar işlərini görüblər də. Sülh kimin Azərbaycanı əsir millətləri soğumurublar, bizə qoymayıblar. Millətin durumu çox ağır vəziyyətdədir. Utuzmağa bizim bir şeyimiz qalmayıb gerçəkdən. Bizim əldən verməyə bir zadımız qalmayıbdır. Buna görə təşkilatlarımız bunları görməlidirlər və bu təşkilatlaşmağın və indidən proqramlarımızı millətə deməliyik ki, nə edəcəyik? Sabahları Azərbaycan quruldu, biz nə istəyirik eləyək millətə? Eğitimə görə bir dənə proqramımız olmalıdır. İqtisada görə proqramımız olmalıdır. Nizamiyə görə proqramımız olmalıdır. Dış işlərinə görə proqramımız olmalıdır. Çeşitli. Tabii siz bu Əhmədər Şərağan dediniz. Tabii bu adam çox ağıllı bir adam idi. Bundan çox öncədən, biləxərə indi kimlər hazırladı, biləsin yetişdirdi. Bunun da özünün bir ayrı bir yolu vardır. Ayrı bir zadı vardır, bir bəhsi vardır. Tabii bizim də gözəlliyi buradadır ki, bizim də bir çox milli fəalımız işdə vardılar ki, gerçəkdən dövlətçilik ruhuna sahibdilər. Tabii çox dəlilər, barmaq sayısıdırlar. Amma Atatürk də bir nəfər idi. Məmməd Əmin Rəsulzadə də bir nəfər idi. Və lənətli Xumeyni də bir nəfər idi. Xumeyninin qurduğu 45 illik qanı ilə yürüdüb gətirib buraya. Atatürk'ün, Ulu Atatürk'ün qurduğu ölkə 100 ilin doldurubdur, indi Türkiyə olacaqdır. Təbii ki, Atatürk'ün hələ dediyi bir sistemlə qabağa getməyib bu cürdə. Getsəydi təbii ki, indi yəni Amerika ilə bərabər indi dünyanın süper gücü idi. Təbii bizim indiki vəziyyətimiz ki vardır, indiki durumumuz. Biz indi istəyək bağımsız olaq. Yəni çəkər günə biz bir 20 il, 30 il çəkər oturaq yerinə. Bir nəsil dəyişəcək təbii ki. Amma çox gec qalmışıq. Çox gec qalmışıq. Həmən bu təşkilatın böyük bir qisminin bir qismətini hər təşkilat əlinə götürürsə,
Təbii ki, olası bir şeydir. Çox da uzun deyil bu, yəni gerçəkdən çətin də bir iş deyil bu. Çox çətin bir iş deyil. Yəni bu iş olmalıdır. İndi biz bu işi görməliyik Mehdi bəy. Mehdi bəy, proqramın axırına yaxınlaşırıq. Sizin deyəcəyiniz bir şey varsa buyurun. Burada təbii ki, dostlarımız gözəl bir dənə bir fotoğraf qoydular. Burada Mehdi bəy gözəl bir dənə bir bizə mesaj verir burası. Üç rəngi bayrağımız bağımsız olmadan Təbrizdə dalğalanır indi. Üç rəngli bayrağımızın rəngləri burada dalğalanıb indi. Gerçəkdən bu əsə mən baxanda fotoğrafa özüm qürurlanıram burada. Buyurun Mehdi bəy, deyəcəyiniz varsa artırın. Eşidək sizdən. Ben bir iki son söz diyeyim. Baxın, Kürtlərin hikayəsi yox idi. Bir dənə hərəkəti yürütmək üçün və ya bir dənə dövləti qurmaq üçün bəzi hekayələr lazımdır. Sənin o hekayələri əldə etman lazımdır. Bizim peşəvəri dönəmindən sonra maalesef hikayə əsirliyimiz vardı. Milləti bəzi şeylərə önə gətirmək üçün hikayə yaratmamız lazım. Çox önəmlidir. Hikayə yaradıb millətin ruhiyyəsini ona sağlamaq lazım. Məhsa Əmini olayında Kürtlərə bir hikayə oldu. Və hər olaylarını, dünyadakı hətta lobilərini, toplantılarını bu hikayəyə dayandırırlar. Bizim hikayə yaradıb yürüməmiz lazım. Yine son sözü hər dəfəki kimi Bəli, buyurun. azadlıq, ədalət, milli hökumət. Tam o cürdür Mehdi bəy, doğru deyirsiniz. Amma bilirsiniz Mehdi bəy, siz bu hikayəni buyurdunuz. Kürtlərə bir hikayə lazım idi. Bunlar da gəlib o məhsəminliyi yaratdılar özlərinə. Bunların bir dənələri vardır. Amma bizi Çox doğrudur. iki İsfəndin hikayəsini, yəni baxın burada bunu istəyirəm anladım. Burada rejimin adamları, amilləri durmuşdur. Millətimiz onların qabağında bozqurt tutmuşdu. Orada bilirsiniz də biri bozqurt tuta, bunun özünün neçə zindanı vardır. Deyəcəklər sən 1000 dənə biləsinə zat yapışdıracaqlar. Amma bunu demək istəyirəm. Demək ki, olur. İstəsə olar. Bundan sonraki olay Mehdi bəy, arzu edirəm ki, bu Urmu məsələsi şəhərlərimizin hamısında birliyi ilə, bərabərliyi ilə çıxalar eşiyə Urmu gölünə görə və bu da xətm ola bizim bağımsızlığımıza Mehdi bəy. Mən bunu arzu edirəm. Yəni gerçəkdən millətimiz buna hazırdır. Yəni da bundan ağır bir şərait olmaz. Gerçəkdən ağır bir şərait olmaz. Biz də təşkilatlar olaraq tezlik ilə bir eşitə bir dövlətimizi, tərtəbimizi, məclisimizi qurmalıyıq ki, tezliklə bu işin axırına yetirək. Çünki rejim hamıdır ki, dağıla Mehdi bəy. Doğrudur. Mehdi bəy, verilişin sonuna yaxınlaşdıq. Sizdən təşəkkür edirəm ki, hər zaman kimin dəyərli fikirlərinizi bizim izləyicilərlə paylaşdınız. Sizə can sağlığı arzu edirəm. Bir dahaki görüşə qədər hələlik. Sağ olun Mehdi bəy. Təşəkkürlər, hələlik. Dostlar, var olun. Sağ olun ki, bizi izlədiniz. Buraya qədər bizi like eləyənlər, bizim kanallara üzv olanlardan təşəkkür edirəm. Və onlar ki, üyə deyirlər hələ Qurtuluşun YouTube, Instagram və Telegram səhifələrinə lütfən bizə üyə olun. Lütfən bizi dəstəkləyin və yorum yazın. Sağ olun, var olun dostlar. Özünüzə yaxşı baxın. Hələlik.